Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bu günləri Allah'ın iziyle, gücü ve kuvvetiyle mühim bir mevzu hakkında danışacağım. Lakin mevzumuza keçməmişdən önce bu mevzudan da daha mühim olan bir meseləni hem özüme hem de sizlere hatırlatmak istəyirəm. Hansı ki bu mesele insanlar arasında demək olar ki itib batıb, subhanallah. İlm əhli Həsən el-Basri və digərləri rahiməhumullah hamısı ittifaq ediblər və onlardan nəql olunub ki el-ilmu lehu tuğyanun eşeddu min tuğyanil mal. El-ilmu lehu tuğyanun eşeddu min malit tuğyan. Tuğyanul mal. Ne demekti bu? Elimin insanın nefsinde tuğyanı var. Elim insan nefsinde tuğyan edir. Yani subhanallah. Ve hemsinin mal, var dövlət insanın nefsinde tuğyan edir. İnsanların yani riyaya yaxın, ucuba yaxın, en yaxın olanı elm tələbələr və alimlər olur. Belə deyək, ucub və riya elm tələbələrinə və alimlərə daha yaxın olur. Demək olar ki, onların ətrafında dövr edir ki, onları ucuba və riyaya salsın. Subhanallah, biləndən sonra ki, elm və mal ikisi də tuğyan edir insanın həyatında. Bunun ilacı da var. Bu insanın nəfsində olan tuğyan, hansı ki biraz önce dediğimiz kimi malda və elmdə. Yenə elm əhli deyirlər ki elmdə olan tuğyanın ilacı Allah'a ibadətlə aradan qalxır. Biraz əslində bu necə deyirlər? Burada incə məqamlar var, biraz diqqət eləmək lazım. Barakallahu fikum. İnsan biraz oxuyanda, biraz öyrənəndə, elmlənəndə şeytan ona vəsvəsələr edir. Ki sən oxumusan, öyrənmisən. Dediyimiz kimi ən yaxın olan bu riya, ucub məsələləri, insanın özündən xoşu gəlməsi elm əhlinə gəlir ən çox. Həmin bunun ilacı nədir? Bunun aradan getməsi el-ibadətu lillah azza və cəllə. Allaha ibadət etmək. Allaha ibadətlə bu tuğyanı sındırmaq olur, aradan aparmaq olur. İnsan nə qədər görsə ki, oxuyub, öyrənib, elmə yiyələnib, nə etməlidir? Allaha ibadətə yönəlməlidir. Görən kimi ki, onda baş verib bu şeylər, Allaha ibadətlə Subhanahu və Teala onu aradan aparır. Bu nəyə görə belədir? Ona görə ki, Allaha ibadət, yəni Allaha qulluğunu bildirməlidir həmin insan. Görünür ki, elm tələbəsinin, alimin ibadəti daha çox olmalıdır. Nəinki sıravi müsəlmanların. Elm tələbəsi və alim daha çox Allaha Subhanahu və Teala qulluğunu bildirməlidir. O qulluq da ki, necə olur? Zəlil şəkildə Allahın qarşısında zəlil olmasını bildirməlidir ki, Allahım, bütünlüklə lütf səndəndir. Mənim heç bir gücüm, qüvvətim yoxdur. Elə bu özü istianən özüdür. Heç bir gücüm, qüvvətim yoxdur. Sən məni öyrətmisən. Bu cür nə olanda həmin o nəfsdə olan tuğyan aradan gedir. Məfhumdur buraları. Yəni insan, subhanallah, bu cür nə etməsə, onda davam edəcək bu tuğyan, onda axırın olacaq, fəsad olacaq. Başlayacaq özündən xoşu gəlməyə, danışığından, xüsusən də ona hörmət olunur, xüsusən də orada oturma, burada otur, burada oturma, orada otur, filan kəs danışması, sən danış. Subhanallah, bu böyük bir fitnə ola bilər. Böyük bir fitnə ola bilər, lakin bunun qarşısını almaq üçün nədir? Allaha ibadət etmək. Sən özünü Allaha ibadətdə elə sındırmalısan ki, subhanallah, digər insanlardan fərqli olaraq. Belə deyək də, digər müsəlmanlar da gecə namazlarına qalxmalıdır.
sən daha onlardan avlə olmalısın, daha üstün olmalısın. Başqa bir sıravi müsəlman 40 dəqiqə öncə qalxırsa, sübh namazından öncə, Allah hamıza nəsib etsin, elm tələbəsi 1 saat yarım, 2 saat qalxmalıdır. O 10 dəqiqə səcdədə dayanırsa, sən 20 dəqiqə dayanmalısın. Çünki sənin qəlbində o tuğyan var. Elə zənn etmək lazım deyil ki, elm elə həmişə yaxşı olur. Bəzən elm sahibi üçün fitnə olur, Allah qorusun. Elə bunu görürük ki, Peyğəmbərin sallallahu aleyhi ve sellemin hədisində, hansı ki Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən Əbu Hureyra radiyallahu anhu rəvayət edir. Deyir ki, 3 şəxs var ki, ilk cəhənnəm onlar üçün qalanacaq. Cəhənnəmə əmr olunacaq ki, onlar üçün qalansın. 3 şəxs var, subhanallah. Fikir verirsiniz, Allahu akbar. Alimlər, Allah yolunda döyüşənlər, munfiqlar, sədəqə edənlər, sədəqə verənlər. Bu bilirsiniz nə deməkdir? Yəni, ən çətin ibadətlərdir. İbadətlərin dərəcə baxımından ən çətinidir. Lakin cəhənnəmin ilk odu onlar üçün qalınacaq. Və la havlə və la quvvətə illə billah. Ona görə gərək müsəlman, elm öyrənən insan çox diqqətli olsun. Bu əməllər Allah üçün olsun. Sırf Rəbbinin razılığını qazanmaq üçün. Subhanahu və Teala. Allahım, elmi öyrənirik, özümüzün üzərimizdən cahilliyi götürüb, sonra insanlara öyrətmək. Məqsəd bu olmalı. Bundan başqa məqsədlər tuğyandır nəfs üçün. Tuğyandır, Allah qorusun. Məqsəd bu olmalıdır ki, nədir? Mən öyrənəcəm, özümün üzərimdən cahilliyi götürəcəm, Allaha elmlə ibadət edib və insanları, müsəlman qardaşlarımı öyrədəcəm. Əsl olan budur. Bu cür olanda sıdıq olur, ixlas olur. Allah da Subhanahu wa Ta'ala bərəkətləndirir. Lakin əksi olaraq nədir? Müsibət. Dedik ki, ilacu tuğyanul ilmi el-ibadatu lillah. Subhanahu wa Ta'ala. Yəni, o nəfsdə hansı ki o tuğyan baş vermişdi, elmlə gələn tuğyan, bunun ilacı dedik ki, nədir? Allaha ibadət. Və deyirlər ki, ilacu tuğyanul məl əz-zuhud. Yəni, malın da tuğyanı zahidliklə aradan gedir. Var dövlət var, onun tuğyanı var. Var dövlət də fitnədir, subhanallah. Bəzən fitnə olur. Əhməd ibn Həmbəl rahiməhullaha soruşurlar ki, bir insan milyarder olarsa, həmin o insan zahid ola bilər? Cavab olaraq buyurur ki, bəli ola bilər. Nə cür? Deyir ki, o malını əlinin içində tutsun. O ovucunda tutsun, qəlbinə salmaz. Qəlbinə salmadıqca nədir? Zahid ola bilər. Hətta milyarder olsa da belə. Dedik ki, nədir? Onun da ilacı nədir? Zahid olmaq. Yəni, elmdə var dövlətdən zahidçilik. Zahidçilik də yəni bir mənada Allahın əmr etdiyi yerlərə xərclənməlidir o pul, var dövlət. Allahın qadağan etdiklərindən çəkinilməlidir. Barakallahu fikum. Mövzumuza keçid alırıq. Mövzumuz da həddindən artıq önəmli mövzulardandır. Baxın, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə misallar çəkir. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə misallar çəkir. Bu misalların çəkilməsi də hikmət budur ki, necə ki, elm əhli təfsirçilər buyururlar. Allah Subhanahu wa Ta'ala misalları çəkməkdə məqsədi budur ki, insanlar daha yaxşı anlasınlar. Daha yaxşı fəhm etsinlər. Misal olaraq Allah Subhanahu wa Ta'ala Quran-ı Kərim haqqında misal çəkəndə buyurur ki, لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله. Allah Subhanahu Teala buyurur ki, biz bu Kur'an'ı dağlara nazil etsəydik, onun deyir Allah'ın qorxusundan paramparça olduğunu görərdin deyir. Nəyə görə bu ayəni Allah Subhanahu Teala deyir və bunun arxasınca bir misal gəlir. وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ. Allah Subhanahu Teala buyurur ki, biz bu misalları insanlar üçün çəkirik ki, nəyə görə? لَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Bəlkə onlar da düşünərlər, fikirləşərlər. Fikir verirsiniz misalın əzəmətinə. Allah buyurur ki, Subhanahu Teala, biz bu Kur'an'ı dağlara nazil etsəydik, siz düşünün ki, həqiqətən bu cür olmuş olsaydı, o dağlar, bizim uca gördüğümüz o dağlar paramparça olardı Allah'ın kəlamının qüvvətindən. Subhanahu wa Ta'ala. Deyir ki, sən deyir, onları deyir, Allah'ın qorxusundan paramparça olduğunu görər. وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ. Biz insanlara bu misalları çəkirik ki, Allah Subhanahu wa Ta'ala nədir? لَعَلَّهُمْ يَتَفَكَّرُونَ. Bəlkə fikirləşərlər. Başqa bir misalı verir Allah Subhanahu wa Ta'ala. Yine buyurur ki, İnna Allaha la yestahyi en yadriba meselen ma ba'udatan fema fawqaha. Deyir ki, Allah Subhanahu wa Ta'ala, Allah ağzagənətdən kiçik və böyüyünü misal çəkməkdən utanmaz. Subhanahu wa Ta'ala. Bu bilirsiniz nə misaldır? Bütün insanlar bir araya yığışdalar ki,
ağcaqanad xalq etsinlər. Bacararlarmı? Bacarmazlar. Ola bilsin ki, rəssamlar bir araya gələr, onun şəklini çəkərlər, lakin ona can verə bilməzdir. Ola bilsin ki, maket düzəldənlər maketə salarlar, maket qəliflərinə. Ağcaqanadın qəlifini çıxardar, lakin ona can vermək kimə məxsusdur? Tək olan Allaha subhanahu wa ta'ala. Həmin bu misallardan birini Allah subhanahu wa ta'ala çəkir və özümüz elə bunun ətrafında olacaq inşallah. Allah subhanahu wa ta'ala Həc surəsində əzəmətli bir misal çəkir. Buyurur ki, Ya eyyuhan nasu duribe meselun festemi'u leh. Subhanallah. Ey insanlar, bir misal çəkildi, diqqət edin. Ey insanlar, bir misal çəkildi, qulaq asın. Fikir verin, burada Allah subhanahu ta'ala möminlərə, müsəlmanlara yox, xitab umumi insanlaradır. Ya eyyuhan nas, ey insanlar. Duribe meselun festemi'u leh. Bir misal çəkildi, o misala qulaq asın. Nə misaldır bu? Allah subhanahu ta'ala yenə nəyi misal çəkir? Buyurur ki, subhanahu ta'ala İnnellezine ted'un min dunillah len yahluqu zubaba. Deyir ki, Allah'tan qeyrilərinə olunan o ibadətlər, hansı ki Allah'tan qeyrilərinə ibadətlər edirsiniz, o bütlər, istərsə ağaclar olsun, istərsə daşlar, istərsə peyğəmbərlər, istərsə nəbilər, istərsə seyidlər, imamlar və s. mələklər. Deyir ki, hansı ki o Allah'tan qeyrilərinə ibadətlər edirsiniz, onlar bir araya yığışdalar ki, bir milçəyi yaratsınlar, bunu bacarmazlar. Lən yaxluq. Lən, yəni ərəb dili qrammatikasına görə nədir? İstiqbaliyyədir, gələcəyi bildirir. Heç vaxt bacarmazlar ki, nədir? Onlar bir milçək yaratsınlar. وَلَوْ اجْتَمَعُوا لَهُ. Bir araya gəlsələr birə. Bütün o Allah'tan qeyrilərinə olan ibadətgahlar yoxdur. Hamısı bir araya gəliblər ki, gəlin bir milçək yaradaq. Bacarmazlar. Sonra Allah subhanahu teala buyurur ki وَاِنْ يَسْلُبُهُمُ الذُّبَابُ شَيْئًا. Deyir ki, milçək deyir onlardan, o ibadətgahlardan bir şey götürərsə, fikir verin, gəlin bu ayətləri yaşayaq və ayətləri təfəkkür edək. Allah subhanahu teala buyurur ki اَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنِ. Deyir, onlar deyir, Kur'an'ı təfəkkür etmirlərmi? Tədəbbür etmirlərmi? Əmə alə qulubin əqfəluhə. Subhanallah. Yoxsa deyir, qəlblərində deyir, qıfıl mı var deyir. Fikir verin, məfhum müxalifə qaydasına görə nədir? Kur'an'ı tədəbbür etməyən, Allah korusun, qəlbində qıfıl var. Ona görə Kur'an'ı təfəkkür etmək lazımdır. Tədəbbür etmək lazımdır ki, Allahın subhanahu wa ta'ala'nın sözlərini. Gəlin bu ayəti təfəkkür edək. Buyurur ki, وَاِنْ يَسْلُبُهُمُ الذُّبَابُ şey'ə. Milçək deyir, o ibadətgahlardan bir şey deyir, götürərsə deyir, لَا يَسْتَنْقِذُهُ مِنْ. Onu ondan qaytarıb ala bilməzdir. Fikir verin, subhanallah. Milçək gəlir, hansısa bir pirin üzərinə qonur, misal üçün. Oradan bir şey götürür. Bir dənəcik götürür. İstər qum dənəciyi, istərsə bir çörək qırıntısı. Bunu ondan qaytarıb almaq olar mı? Mümkün deyil. Daufat talibu vel matlub. İstəyən də, istənilən də acizdir. Allah buyurur ki, istəyən də, istənilən də. Burada da təfsirçilər, bir qrup təfsirçilər deyirlər ki, burada milçək qəsd olunur. İstəyən və istənilən onu almaq. Bir qrup alimlər də deyirlər ki, yəni o məbudlar özləri də zəifdir və istəyənlərdir. Hər iki halda ikisi də nədir? Qüvvətli qavullardır, qüvvətli sözlərdir, rəylərdir, elm əhli arasında. Bura kimi məfhum oldu. Sonra bir qrup insanlar var, bəzi firqələrdə Allah hidayət versin. Onlar deyirlər ki, biz bunu başa düşdük. Sizdən öyrəndik ki, Allah'tan qeyrisinə ibadət etmək olmaz. Və ibadət Allah'ın haqqıdır. Biz ibadət etdiklərimiz, hansı ki o ibadət edirik, mələklər, imamlar, seyidlər, onlar bacarmazlar ki, onların üzərindən milçək bir şey götürərsə onu ondan qaytarmağa, biz də zəifi, onlar da zəifi. Yaxşı, məqam gəlib o yerə çatıbsa ki, məsələ bu cür nədirsə, biz o zaman nə edirik? Allaha başqa yollarla ibadət edəcəyik. Yəni, Allahla öz aramızda vasitəçilər qoyacaq. Bəzən insanlardan elləri var ki, deyirlər ki, biz günah sahibləriyik, çox günahkarıq, biz imamların vasitəsilə Allaha yaxınlaşırıq. Peyğəmbərlərlə Allaha yaxınlaşırıq. Var elə insanlar, yoxsa yoxdur? Var. Mələklərlə, Cəbraillə, Muhammed sallallahu aleyhi ve sellemlə Allaha bu cürə yaxınlaşırıq. Hətta buna, subhanallah, şeytani bir dəlil də tapıblar özlərinə. Nə deyirlər? Deyirlər ki, biz bir xata eləyəndə, bir səhv eləyəndə
hansısa bir səhvi bir şirkətdə işləyəndə o xatamıza görə müdirə birbaşa yaxınlaşa bilmirik. Belə deyək də, müdirin dostu ilə əlaqə saxlayırıq. Müdirin dostu gedir, nədir? Müdirə deyir. Bu da bizə şəfaətçi olur artıq da. Subhanallah. Yəni bu müsibət. Bu məsələnin özü müsibət. Niyə görə bilirsiniz? Kim tapar niyə görə? Bu məsələ var, bu cürə bu şeytani dəlil var. Bu məsələnin özü müsibət, subhanallah, kərəsə. Əhsəntum, barakallahu fikum. Subhanallah, sənə kim icazə verib ki, sən Allahla məxluqu qiyas edirsən? Leysə kəmislihi şeyun və huvəs-səmiul basir. Allahın subhanahu teala'nın bənzəri yoxdur. O eşidəndir, görəndir. Sən hansı cürətlə bu cürə bir qiyas edirsən? Subhanallah. Deyiblər ki, biz bu cürə edirik və hansısa məxluqlarla, o günahsız olan, məsum olan məxluqlarla yaxınlaşırıq Allaha. Həmin bu qapını da Allah subhanahu teala bağlayıb. Həmin bu qapını bağlayıb. Bunun haqqında danışaq. Barakallahu fikum. Onlar əslində bu cür edəndə nə deyirlər? Allah subhanahu teala onların etdikləri, edəcəkləri haqqında xəbər verib. 14 əsr bundan öncə. Elə Muhammed sallallahu aleyhi ve sellem buna görə göndərib sallallahu aleyhi ve sellem. Daha doğrusu bütün peyğəmbərlər buna görə göndərilib. Onlar deyirlər ki, daha doğrusu Allah subhanahu teala onların dilindən deyir ki, وَيَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ. Onlar deyir Allah'tan qeyrilərinə ibadət edirlər. Allah'tan qeyrilərinə. Həmin o ibadət etdikləri nə fayda, nə zərər verə bilir. Nə fayda verirlər, nə də zərər verirlər. Yaxşı, bunu bu cürə etdikdə nə deyirlər? وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللّٰهِ. Deyirlər ki, bunlar bizimlə Allah arasında şəfaatçilərdir. Diqqətli olaq. Allah razı olsun, barakallahu fikum. Onlar deyirlər ki, bizimlə Allah arasında şəfaatçilərdir. Yəni biz Həsəni, Hüseyni, Muhammedi sallallahu aleyhi ve selləmi, Alini və Cəbraili və başqa digər mələkləri Allahla öz aramızda vasitəçi götürmüşük. Yəni biz günahkar olduğumuza görə birbaşa deyə bilmirik. İndi bunun da mövzusu gələcək inşallah. Bundan sonra 3-cü mərhələdə biz Hüseynlə Allaha yaxınlaşırıq. Muhammed sallallahu aleyhi ve sellemlə Allaha yaxınlaşırıq. Bu cürə deyirlər. وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللّٰهِ. Subhanallah. Rabbani bir cavab gəlir. Rabbani bir rəddiyə gəlir Allah'tan. Allah subhanahu teala peyğəmbərə deyir ki, ayətin ikinci cümləsində, Qul, deyir ki, ey Muhammed sallallahu aleyhi ve sellem, Qul ətunəbbi'un Allaha bimə la ya'lemu fis-səməvati və la fil-ard, subhanahu və teala amma yüşrikun. Deyir ki, yerlərdə və göylərdə olanları mı Allaha xəbər vermək istəyirsin? Məgər Allah bilmirmi yerlərdə, göylərdə nə var? Məgər Allah Hüseynin, Əlinin, Muhammedin Rəbbi deyil? Subhanallah. Fikir versiniz. Subhanahu və teala. Allah pakdır, münezzəhdir. Bütün eyiblərdən. Ammə yüşrikun. Ona qoşulan şəriklərdən. Subhanahu və teala. Yəni bir mənada siz bunu etməkdə, Allaha yaxınlaşmaqda Allaha mı xəbər verirsiniz? Fikir versiniz. Hevardır bu. Allahla qullar arasında diyaloqdur. Fikir versiniz. Bütün qapılar bağlıdır. Bütün qapılar nədir? Bağlıdır. Üçüncü mərhələ. Üçüncü mərhələ nədir? Onların Allah'tan qeyrilərinə etdiklərinin, belə deyək də, dedik şəfaəti tutublar, dualar məsələsi. Deyirlər ki, biz dualarda acizik, biz dualarda bacarmırıq, günahkarıq və s. Ona görə bu cürə biz edirik. Allah subhanahu wa ta'ala bu qapını da bağlayıb. Vallahi, Quran-ı Kerim ən böyük vəsiyyət, ən böyük nəsihət, ən böyük tövsiyədir. Bir günləri imamlardan biri, rahiməhullah, Şeyxülislam ibn Teymiyyə öz qardaşına, o da imam idi, o da imam idi. Məktub yazır. Deyir ki, mənə deyir, nəsiyyət elə, tövsiyə elə. Şeyxülislam ibn Teymiyyə rahiməhullah qələmi götürür. Sizcə bilsin nə yazır ora? Özündən bir kəlmə belə şey yazmır. Ayətlər, hədislər yazır. Bağlayır, dəftəri göndərir. Deyir ki, ən gözəl nəsiyyət Allahın etdiyi nəsiyyət. Ən gözəl tövsiyə Allahın etdiyi tövsiyət. Allah subhanahu teala bütün xəbərləri bizə verib. Heç bir xəbər yoxdur ki, orada nədir? Biz xəbərsiz qalaq. O qrup insanlar ki, Allah'tan qeyrilərinə dua edirlər və dualarda aralarında kimlərsə salırlar. Bu ayətlərə sual ayətləri deyilir, hansı ki danışacağım. Bu sual ayətlərinin içərisində bir dənəsi var. Bu istisnadır. Bütün sual ayətlərinin içərisində deyəcəm sual ayətləri nədir? Hamısında Allah subhanahu wa ta'ala
Peyğəmbər sallallahu aleyhi ve selləmi ortada qoyur. De ki onlara. Hamısında nə var? Qul kəlməsi. De. Varmı misallar sizdə? Hansı misallar çəkə bilərik sual ayətlərindən? Quran-ı Kərimdə sual ayətləri hansılardır? Yes'əlunəkə anil ənfəl. Səndən deyir, qənimətlər haqqında soruşurlar. Soruşurlar, soruşmurlar. Ayət var Ənfəl surəsində. Allah Subhanahu taala buyurur ki, "Qul ənfəlu lillahi və rasul." De ki, qənimətlər Allaha və Rasuluna. Yes'əlunəkə anil əhillə. Səndən həcc ayələri haqqında soruşurlar. Qul hiyə məvaqit. De ki, onlara baxlar və s. Yes'əlunəkə anil cibal. Səndən dağlar haqqında soruşurlar. Yes'əlunəkə anil ruh haqqında. Yes'əlunəkə anis sa'a, qiyamət günü haqqında. Yes'əlunəkə. Hamısında nə var? Soruşan kimi dərhal nə var? Qul var. De ki, ey Muhammed sallallahu aleyhi ve sellem, cavabı budur. Subhanallah. Yegana bir ayət var Quran-ı Kərimdə. Quran-ı Kərim rivayətçilərin ixtilafına görə ixtilaf ediblər. Bəzi alimlər deyirlər ki, 6666 ayı var. Və digərlər deyirlər ki, 6632 ayı var. Onlar hansılar ki, Bismillahirrahmanirrahimi də ayələrdən sayırlar. Bu mövzumuz deyil. Yəni bir mənada 6000-dən çox Quran-ı Kərimdə ayə var. Bir dənə ayə var ki, o ayədə Allah Subhanahu teala sual gəlir. İndi mən izahını deyəcəm inşallah. Bu sualda Allah Subhanahu teala Peyğəmbərə demir ki, sallallahu aleyhi ve sellemə, de ki, hansı ayədir bilirsinizmi? Quran məsələsi. Əhsən. Ərəbcəsini bilən varmı? Və idə səələkə ibadi anni fə inni qarib. Subhanallah. Qullarım məni səndən soruşurlar. Və idə səələkə sualdır. Yəsəlunəkə, səələkə eyni cümlələrdir. Bəyəqlər Ənfəl haqqında soruşmadılar mı? Həcc ayələri haqqında soruşmadılar mı? Dağlar haqqında, ölüm haqqında, ruh haqqında, qiyamət günü hamısında soruşlar düzdür. Və idə səələkə ibadi anni fə inni qarib. Allah Subhanahu teala buyurur ki, qullarım məni səndən soruşur, mən onlara yaxınım. Bu cümləni, bu ayəni Quran-ı Kərimdə yox, başqa bir yerdə yazsaq, ərəb dili qrammatikası bizə icazə verir ki, biz bacarırıq ki, burada qul kəlməsini oraya yazaq. Ayət kimi yox, bu sözlər kimi yazsaq kənarda, bacarırıq ki, nədir? Orada qul kəlməsini yerləşdirək. Lakin Allah Subhanahu teala Allah Muhammədi də belə sallallahu aleyhi ve selləmi ortada vasitəsi qoymur. Və idə sələkə ibadi anni fə inni qarib. Qullarım məni səndən soruşur, mən onlara yaxınam. Dərhal. Mübaşərət. Deməkdir ki, qul fə inni qarib. Allah bilirdi Subhanahu teala belə insanlar gələcək bu günlər. Deyəcəklər ki, bax Allah Muhammədi sallallahu aleyhi ve selləmi ortada nədir? Vasitəsi qoydu. Bütün qapılar bağlıdır. Bütün qapılar bağlıdır Subhanallah. Bir dənə açıq qapı yoxdur. Dua məsələsində, ibadət məsələsində, Allaha yaxınlaşmaq məsələsində hamısını Allah Subhanahu teala bizə xəbər verib. Hamısını Allah Subhanahu teala bizə xəbər verib. Heç bir nədir? Qapı açıq deyil. İstənilən formada Allahın izni ilə izahları var Quran-ı Kərimdə. Lakin barakallahu fikum bizim üzərimizdə düşən də odur ki, biz də Allahın kitabını öyrənək. Biz də Allahın kitabına vaxt ayıraq. Allahın kitabına məşğul olaq. Yəni bəzən görürsünüz ki, barakallahu fikum biraz göbud olmasın sözlərim üzürlü sayın. Qardaşlardan görürük ki, hansı ki onlar uzun müddətdir, Allah bərəkət versin, hidayət olunublar. 15 il, 16 il, 20 il. Lakin Quran qiraətlərində ciddi problemlər var. Bunları aradan qalxızmaq lazım. Bunları aradan qalxızmaq lazımdır və biz də yəni bir mənada özümüzə tövhid əhli deyiriksə, özümüzü bu yəni tövhidə nisbət ediriksə, Allahın kitabını, Allahın kəlamını öyrənmək lazım. Ayətdə eşitdiniz ki, nədir? Allah Subhanahu taala bu Quran-ı Kərimdə misal verir. Ləv ənzəlnə hədəl Qur'an alə cəbəlin lərəaytəhu xaşiyən mutasaddiən min xaşiyyətilləh. Bu Quran deyir, Allah Subhanahu taala dağlara nazil olsaydı, Allahın qorxusundan paramparça olardı. Yəni insanın qəlbinə nazil olub bu ayətlər. Ona görə nədir? Çalışmaq lazım Allahın kitabını da yaxşı-yaxşı öyrənmək. Uca Allahdan dilərəm ki, Allah Subhanahu taala eşitdiklərimizi bizim üçün faydalı etsin və Allah Subhanahu taala bizə faydalı elm öyrənib öyrədənlərdən etsin və həmçinin Allaha tövhid üzərində ibadət etməyi, Allah bizi riyadan, şirkdən, göstərici əməllərdən, insanların qəlbində yer tutmaqdan qorusun. Bu məsələlərə fikir vermək lazım. Bəzən insanlar özləri bilərəkdən elə şəraitlər qururlar ki, subhanallah. Lakin Allah səni görür, Allah sənin qəlbini izləyir. Bəzən insanlar qəsdən belə şəraitlər qururlar ki, insanların qəlblərində yer tutulsun. Bu müsibətdir. Allah səni kimisə qəlbinə salarsa bu başqa məsələ. O sənlik deyil.
Amma sən çalış ki, bu şəraitləri qurmayasan. Barakallahu fikum və əhsənallahu ileykum. Cəzakumullahu xeyran. Subhanakallahumma bihamdik. Əşhədu an la ilaha illa entə. Estağfiruka və etûbu ileyk.